Hər vaxtınız xeyir olsun. Necəsiz qızlar? Ümid edirəm ki, yaxşısınız. Uşaqlara qəşəng belə paltarlar almışdım. Maykalar falan da. O maykaları yudum, attım yumağa ki, yuyulsun bir dəfəlik. Təmiz giyindirim. Qızlar, belə köynəkləri almışam. Bu bilirsiniz nədir? Bu 2 manat 50 qəpiyə almışam bunu. Hardan almışam bu köynəkləri? Yığılmış axı, özü də pambıq, qəşəng, səliqəli köynəklərdir. Orada çeşidləri də çoxdur. Demək, Sumqayıtda diqqətli dinləyin. Sumqayıt Pioner Market deyil. Pioner Marketdən elə bir üzü karvana getmək istəyirsə bazara. Pionerdən yanından düz svetoforu keçirsiniz. Keçən kimi elə orada biraz qabaqda Assortis uşaq geyimləri mağazadır. Assortis izləyə bilərsiniz. Assortis Sumqayıt. Qızlar, elə gözəl orada geyimlər var, uşaq geyimləri. Qiymətləri 3 manata, 5 manata. Bu iç geyimlər var, hansı ki uşaqlara alıram. Çox yerdə Allah haqqı o qədər vicdansızlıq eləyirlər ki, qaldırıblar eləyirlər 4 manata, 5 manata. Amma mən oradan qızlar onu almışam 1 manat 70 qəpiyə, 2 manat 40 qəpiyə. 2 çeşid aldım da başqa-başqa. Elə tumanları eyni qiymətdə, eyni şeydir. Elə topdan qiymətlə satırlar. O qədər qəşəngdir. Biz nə qədər alırıq? Bu tumanlar deyirəm ha. Bu tumanlar bilirsiniz, uşaq tumanları. Bunu 1.70'e almışam qızlar. 1.70'e. O birilərini 2 manat 40 qəpiyə. Çox yaxşı. Materialları da gözəl. Super. Dedim qoy YouTube izləyicilərimə də deyim. Biləm ki, YouTube'da məni Sumqayıtdan izləyən çox izləyicim var. Gedə bilərsiniz, oradan ala bilərsiniz qızlar. Getdim mən yaxşı uşaqlara aldım. İnanırsınız, neçə vaxtı uşaqların ayaqqabısı zadı yaxşı deyildi də, sıxırdı ayağım. Sonra nə bilim, ana olmaq hamımız belə idi qızlar. Onların bugün ayaqqabılarını geyiniblər, mənim qarşımıza gediblər. Mən də arxadan zevq alıram, onlara baxa-baxa getmişəm, Allah haqqı. Elə sevinirəm ki, şükür Allaha. Uşaqların ayaqqabı məsələsin, sonra koftaların, yay koftaların falan şükür Allaha həll elədim bu dəfə. Allah hər kəsin ruhsunu bol eləsin. O məsələləri mən həll eləyəndə dincəlirəm. Beynim rahat olur. Yoxsa fikirləşməkdən ki, ay necə olacaq, nətər olacaq, adam narahat olur. Bir evə bazarımıza eləyəndə rahat oluram. Bilirəm ki, uşaqdır da, indi bir də görsəm uşaqlıydı, nəsə istəyir uşaq. O adam yox deyəndə, niyə görə belə deyirəm? Qızlar, biz maaşla işləyən adamlarıq da, maaşa baxan adamlarıq. Maaşa baxan insanlar üçün biraz da Allah hər kəsdən uzaq eləsin, biraz da borc xərc olanda, yəni da kredit falan olanda həmin insanlara biraz çətin olur düzün desəm. İndi bunu bilər də, əsasən hərbiçi ailələri, deyil ki hərbiçi ailələri, borc xərc, daha doğrusu maaşa baxan insanlar, belə deyim ki, çox çətin olur maaşla olanda. Şükür yenə bu günümüzdə təbii ki, insan alışverişini eləyəndə rahatlaşır, bilsən ki, əli qoyub alışın altına ki, uşaqların hər şey var, yemək içmək var, nəsə istəyəcəklər pişirə biləcəksən. Başqa nə ola bilər ki? Belə. Bir də çölə çıxanda 1-2 manatın olsun əlindəki, uşaqlar nəsə istəyəndə ala bilərsən. Belə. Belə qızlar. Bir də uşaqların paltarların asın. Sonra hazırlaşacağım qızlar. Əslində gedəcəyik Əcəmiyə. Niyə Əcəmiyə? Əsrlə ayaqqabı almaq istəyir. Gedək baxaq. Görək nə tapırıq. Nə edirik. Bu şalvarlar da qızlar, ümumi mal üçün şalvarları da 16 manata şeydən almışam. Moda Trenddən. 16 manatdır bu köynəklər, şalvarlar. Moda Trenddə Biləcərdə də var. Əslində Sumqayıtda da var. Sumqayıtda qayalı qoldan keçən kimi qayalı qoldu keçən kimi. Hiperə tərəf yox, o biri tərəfə. Şərq bazarına sarı yox. Elə bura qayalı qoldu. O yüzden də bir dənə bina var. Onun altında qızlar Moda Trend var. Moda Trenddə də qəşəng ayaqqabı, uşaq ayaqqabıları, sonra koftaları. Bu dəqiqə 5 manata da qəşəng paltarlar var Moda Trenddə. Mən deyəsən çəkdim, çəkmədim, bilmirəm. Mağazaya girəndə özümdə mağazaya baxıram deyənə. Bəzən çəkiliş eləməyi unuduram, inansınız. Bir də ki, nə qədər burada paltarım var. Yağış yağdı belə, leysan falan. Nə qədər dəsmal çıxır, qara quru paltarlar çıxır.
Hamısı yuyulmalıdır. Səhər-səhərdə qoşdum uşaqların paltarlarını. Qaçdım getdim. Onları qoydum, gəldim. Evi rahat. Hə. Heç giyinməndə. Abbas maşallah olsun. Qızlar sevindirici bir haldır. Dünən də Abbası şeyləmişdim. Pampersiz yatıstırdım. Altına faliz sərmişəm. Faliz nədir? Yəni döşəyi islatmağa qoymur da. Sərdim, yatdı üstündə. Səhər qalxıb görmüşəm, qupquru qalxıb maşallah olsun. Səhər durdu, özü çiçələdi. Öyrəşdi. Qızlar ekstra bir şey eləmədim. Yəni keçən il hazır değildi. Keçən il özümü çox yordum biraz. Sonra müəlliməsi biraz. Müəlliməsi dedi ki, bağça müəlliməsi texnikası da. Dedi Mehriban xanım hazır deyil. Hazır deyil, hazır deyil. Təzər 3 yaş oldu, birisi 4-ə keçir. Maşallah dərk eləyir. İndi rahatlıqla tərk edirik. Yəni zülüm, ölüm deyil də. Düz deyib, maddi olaraq insan çətinlik çəkir. Uşaqdır, yekə uşaqdır. Həm maddi, həm qoxusu gəlir, pis, iyi gəlir. Uşaqdır da, yəni böyük uşaqdır maşallah. Hər şey yeyir, elə böyük adam kimidir də. Belə. Neysə qızlar, gedim, artıq üzümü falan yuyum, makyaj edeyim. Səhər-səhər bu bitdə elə qaçıb getmişəm. Saçlarımı səliqəyə salım. Əsmər də harda var, gələr. Gedək biraz. Gəzək, çalışacağım bu dəfə Əcəmdən sizə mağazalar falan çəkim. İnşallah ki, maraqlı olar sizlər üçün də. Belə. Hazırlaşdım qızlar belə. Saçlarımın uclarını belə vurdum. Axır vaxtdan ancaq belə. Amma dediyim kimi də saç rəngi mənə ürəyimi sıxır. Artıq sarı rəng adamı yorulmuş həqiqətən. Nəsə belə. Birazdan daha tündləşdirəcəm inşallah. Əsmər də gəlib, gedirik artıq. Çıxaq. İmkan vermədi danışdım. Hibət eləmək Xəbər elədi. Bəlkə Mənim üçün bizə gecə də gündüz kimidir qızlar. Gəlmişik Əcəmiyə. Əcəmdə düşdük. Özüm oraya getmədim. Benim buradan baxaq bir dəfəlik gedək. Baxarıq Şahik. Şahik işi. Fulodakı Fulodda bilsən. Burada da ayaqqabı var. Baxaq. Baxın. Qəşəng detalları qəşəngdir. Köynəklər qəşəng. LCY2 qızlar, Əcəmidəki LCY2-dir. Değerli müşterilerimiz, sizin LCY2 mağazalar şebekesinin her Böyüymüş, özlərsə o tarafta. ayrı ayrılıkta gitmenizi uygun görürük. Çünkü siz mağazalarımızın her birinde tam 30 manata bize fərqli, bakın. geniş çeşitdə, hər ölçüdə Aslında və hər qəşəngdir. tərzə uyğun geyimlərlə Bax, qarşılaşacaqsınız. nə qəşəngdir. Ünvanlar, Üstdən, Bakı yəni sarı şəhərində gəncətlə geyinməyə. 58 mall, Gənclik Arxanız mall, yarıqama çox Dəniz güzel. mall, Bakı şəhərində Qəşəng paltarlar var qızlar. Xoşum gəldi. Elsin kişi dilindən bir ayrı, qadın dilindən bir ayrı xoşum Siz gəldi. LC Waikiki mağazalar Baxın, şəbəkəsinə nə gəlib qəşəngdir. əli boş qayıtmayacaqsınız. LC Waikiki. Yaxşı geyinmək hər kəsin haqqıdır. Çox qəşəngdir. Bunlar da bir ayrı gözəldir. Bunlar da qəşəngdir materiallar. Nə bax, qadın dilinə getmədən kişi dilinə baxıram. Bu materialda da çox xoşum gəlir də qızlar. Ay. Mən də ki Çolaqzadə. Qəşəngdir. Bu da yaxşıdır. Yodaşıma yaxşı qalar bu. Əslində bu gün nə gözəldir. Material yaxşıdır, qiymət də yaxşıdır. 20 manatdır. Mən yenə başladım da əzi. Keçən vlogda qızlar baxmışam, keçən vloqa. O qədər mağazada əsi deyirəm ki, deyirəm mən bezmədim mənim əlimə. 20 manatdır. Mənim yoldaşımın belə köynəklərdən xoşu gəlir. Böyle böyük olacaq, balaca olacaq elə. Elə deyib, bu rəng qəşəngdir.
Materiallar. Güzel. 20 manata. Yaxşı deyil qiymətlər. Öyle yoksa qiymətlər bu sefer yaxşıdır. 30 manat. Hə, öyle demişdim ki. Bu da qəşəngdir. Bəyəndim. Zamokludur. 30 manat. Bu da yaxşıdır. 30. Bu da yaxşıdır. Bu elə ondan da hə. Yaxşıdır. Yox, qəşəngdir köynəklər. Belə atlas məncə çox xanım axtarır. Boş. 36 manat. Atlas kimi də belə material qəribədir. Köynəklər, şalvarlardır deyəsən bunlar. Hə, şalvarlardır. Qarışıq olmasa bir rəng və yaxud da bir sumkada bunlar isə qəşəngdir. Materialları gözəldir. Qatlan geli. Şeylər var. Burada kızlar üzü KFC'ye giden yolun üstündeki ev eşik store mağazasıdır. Yani burada da maşallah her şey var da en sevdiğim mağazalardan biridir. Bakın ne geçeyimdi bakın. 19 manattı. Qaşaydı. Bak. Bundan bende de var. Çok qəşəng. Buradan içədim. 9 manat. Qəşəng burada. Nə alsan 10-15 manat mağazada, hamısı bir sıradadır. Yəni belə sportivlər, belə şalvarlar falan, nə bilim tişörtlər falan var, maykalar var, ev geyimləri falan var. Çıxırsa 5-10 manat belə xalatlar var sonra. Bunlar hamısı 10 manat. Belə. Açıq yaxşı deyil axı. Yanır ha. Gedək. Bəyənəmədik buranı. Əslində qızlar, Rossmana gəlmişik. Mən nə demək istəyirəm? Rossmanda şəkər addeli daha zəngin olur. Necə şəkər addeli? Yəni sağlıqlı qidalanmaq istəyənlər üçün daha çox çeşid var. İstəyir mürəbbələr, istəyirlər ballar, kofelər, cürbəcür. Hər şey var. Var ki. Eyda, indi bunlara görə blok olacaq, inansan. Biz qızlar əcəmini gəzdik, qəşəng gəzdik, gəldik. Bura, gəl içəri baxaq, qablar, avtovağzala gəlmişik. Yuxarıda nə var? Qəşəng qablar var. Ay. Neymiş belə bir yerdir. Bu da əslində ayaqqabı zat da var. Bunlardan ise sade. Hər vaxtınız xeyir olsun. Gəlmişəm. Boçda rəsmi olaraq Google AdSense-dən əməkdaşlığım artıq təsdiqləndi. Çox sevinirəm. Yəni YouTube-la da bunu o qədər çətinlik çəkdim, öyrənincəyə qədər zülüm çəkdim. Buradan iVlog-a təşəkkür edirəm. Ayda da çox təşəkkür edirəm ki, mənə köməklik elədi. Çox sevindirici haldır. Ümumiyyətlə bir xəsiyyətim var qızlar. Nə vaxt gəlsəm dırnağa, adı nədir? Hazır bir model də tapıb gəlsəm, gəlirəm burada mütləq rəng qərarsızlığı yaşayıram.
Açıq tonlar istəmişəm bu dəfə. Bir ton, özdə heç bir bəzəksiz, dekorsuz. Əslanın yeni rəngi və Əsmənin ilk reaksiyasına baxacağıq qızlar. Tada! Beğendin? Bu başka mesele. Sevindim hadi. Bu vlogu heç cürə yekunlaşdıra bilmirəm. Elə deyirəm bunu çəkim, onu çəkim, biraz başım qarışıq olur deyənə vlog da paylaşa bilmirəm. Artıq YouTube izləyicilərim hamısı vlog istəyirlər məndən. Hətta Instagrama da yazanlar var. İnşallah ki bugün daha maraqlı gündür. 9 mayda hamımız evdəyik. İnşallah maraqlı bir şeylər çəkməyə çalışacağam sizlər üçün. Vlogu yekunlaşdırmağa çalışacağım. Qopuq-qopuq çəkmişəm. İnşallah maraqlı olar sizlərə. İstəyirəm bugün baklavalı yeyib sərmişəm. Pastellerde geyib dəyişirəm və bakrivalımı artıq dəyişməyi düşünürəm. Neçə vaxtda bunu tapmışam. Əvvəl daha tez-tez dəyişirdim. Yazıq bakrivalar yuyulmaqdan bitər olurdu. İndi daha az dəyişəcəm. Bunlar yaxşı qurusun. Dünən də belə Temu'dan aldığım şeylə yapışdıram bura. Dünən də yenə neyləmişəm, filtre daşdırmışam deyə. Avtomatik nə oldu? Xalça getdi həyətə. Şu qurumuş olar. Birazdan geyib gətirərəm həyətdən. Belə, gedim pastellləri də dəyişim. Həm uşaqların otağını, həm öz otağımızı, həm uşaqların bağçadan gətirmişəm. Daha sonra Rasiminkini təkcə gətirmişəm. Onu da gətirib atım yuyum. Belə, hava elə gözəldir ki bugün. Gətirdim, bu taxt düzünü sərəcəm, plastinanı dəyişdim, taxt düzünü də bura yerləşdirim. Güllərimi içəri qoymuşdum deyənə qızlar, pəncərə açıq olduqca bütün ləçəklərini töküblər. Türklər sardunya deyir o güllərə. Görürsən, yağış falan yağmayacaq, pəncərələrə əl gəzdirim, ya yox qalmışam çaşbaş. Bunların da belə baxıram ki, ləçəkləri artıq solur, bəziləri tökülüb evə. Nəysə, indi onu prisoslayacağım, təmizləyəcəm. Səhər tezdən uşaqlar durub, alma, banan falan yeyiblər deyə. Düzün desəm, hələ ki, kaşa vermək istəmirəm. Gözləyəm, biraz keçsin, birazdan verim. Bizdə uşaqlar elə bir zalıda belə yazıblar qızlar, baxın, qələm izləridir. Yataq otaqlarında da yazıblar. Demək, qonşum deyir ki, Mehriban, adi domestosla yazıların üzərindən qulaq çöpü ilə get, bir 10 dəqiqə, 15 dəqiqə qalsın, sonra sil. Sonra əgər izi yenə qalsa, yenə bir dənə də get, deyir, sil yavaşcana, hamısı gedəcək, deyir. Buranı yox, zalı yoxlamışam, bir kuruq sildim, biraz izi qalıb, yenə siləcəm, görüm necə olacaq. Yazıblar, nasıl elə səbləşirəm. Bu demək yataq üzünün kənarlığı və tülü mən Trendyoldan sifariş vermişdim qızlar. Heyf ki Trendyolda bu yataq örtüyünün artıq stoku bitib, yəni yoxdur. Digər rəngləri də var. Mən boz rəngini belə almaq istəyirdim. Çünki həqiqətən çox bəyənirəm. Çox qəşəngdir. Düşünürəm yataq otağına da çox yaraşır. Mən buradan Əcəmidən Türkmen tekstildən bunun bej rəngini aldım. Çox qəşəngdir o da. Amma belə böyük deyil. Məsələn bu aşırı böyükdür. Hətta orada mən biraz da qatlalamışam. Burası biraz belə sallanır. Mənim çox xoşum gəlir. İri olanda taxtın üzündə, yəni hər tərəflərdən töküləndə. Bu da tam istədiyim kimidir. Materialı falan da o qədər gözəldir qızlar. Belə göstərim yaxından sizə tikilişi, bu belə sırma belə tikilişlərini çox bəyənirəm. Belə buranı belə bitirdim. Qalan toz işləridir. Gedib istəyirəm uşaqları yedizdirim. Özüm də bir şeylə açışdırım. Sonra toz işlərinə də başlayayım. Bəli, mənə. Çox sağ olun. Allah razı olsun. Allah qurban. Nə yeyəcəkdin ana? Boşuna dönürəm sən. Yadımızdan çıxır. Sizlər üçün hər şeydən irəlisiniz, hədiyyəsiz siz mənə, canım mənim, qiymətli qızlarım. Elə bildin yadımızdan çıxır. Demədin? Heç nə. Can, çox sağ ol qızım, var o. 33 ilimiz mübarək. Allah səni canlı sağ eləsin mama. Çox sağ ol. Allah razı olsun. Ömrüm mənim dünyada ən qiymətli qızlarım. 2 dənə varlıqlarım. Sağ olun, gözəl balam.
Bir dayanmır. Nə deyir ki? Neyse Allah canını sağ eləsin mama. Sağ ol kızım, sağ ol. Sizlə belə canım mənim. Orada Sağ da ol, dayanmışıq. Hə, külüyə dedim sonra. Can, sağ olun, var olun, gözəl balam. Öpürəm sizi. Sağ ol mama. Özündən Sağ ol. mübarək ol. Sağ ol canım kızım, çok sağ ol. Sağ ol. İşlərimi biraz yoluna qoyub çıxdım ki, bu gözəl oğlanları aparım, gəzdirim biraz. Hava da özü yaxşı istidir. Geçsinlər biraz, gəzsinlər, oynasınlar. Sonra gələk evə. Qiymətlər yaxşıdır əslində. Yəni digər yerlərə nisbətən. Məsələn, orada bir-iki dənə attraksiyonda olub 1 manatdır. Bu maşınlar 2 manatdır 10 dəqiqəsi. Maşınları da sürdülər, biraz şəkillər də çəkdirdik. Yavaş 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 Abbas. Ehtiyatlı ol. Koftalarımızı çıxardarıq sonra. Demək qızlar, Biləcərdə 300 nömrəli məktəblə üzbəüz yolun bu biri tərəfində də, yəni biraz qabaqda üzüb bura hara sayılır? Şanslara gedən yolun üstündə badəm restoranı açılıb. Belə baxın qızlar, sifariş verdim, özümə də belə bir şey. Uşaqlarla oturduq buradakı yeyəcək. Neçə vaxtda bura açılıb, söz vermişəm rəisimə gətirəcəm. Axı gətirdim, mən bəyəndim buranı. Yeməkləri də dadlıdır, kababları da ləzzətlidir. Gələ bilərsiniz bir dəfə də olsa. Qızlar, axşamınız xeyir olsun. Təsəvvür edin, saat 1-ə işləyib və mən saat 1-ə işləmiş, buranın falezini sərmişəm, pastellərini dəyişmişəm, uşaqları da yatmağa qoymamışam, oynayırlar özləri üçün. Dedim, sabah gec dursunlar da, sabah 6-cı gündə. Nə elədim? Nəhayət ki, qışlıqları, yazdıqları ayırdım. Uşaqların qış paltarlarını götürdüm. Hər ehtimala bir dənə bu dəstəni saxladım. Bəzi şeylər də var, onları da səliqəyə salmalıyam. Hələlik belə çıxartdım, tez-tez bura qoydum. Belə. Yəni bir-iki paltarların, yay paltarların falan belə elədim. Burada da petrovkaların, balonkaların saxlamışam. Üst sarıçkalar var, ütüsüzdür, amma keçirdim bura ki, sonra rahat çıxardıb, ütülüyüb də qoyaram yerlərinə. Orada da qışlıq paltarlarını eləncinə yerləşdirdim. Ora pastelləridir, o bir pastellərini atmışam yumağa ki, tam inşallah ki, yulsun, sərərəm yerinə. Belə, burada da bu yorğanı da sərim. Əslində yorğanda yığışdırardım. Sadəcə hələ, nə bilim, özüm yorğanla yatıram, daha doğrusu, gəlin səmimi danışaq. Mən yayqış yorğanla yatıram, uşaqlarımı da öyrədirəm elə. Lap isti olsa götürərəm da, amma bugün nəsə bir bürküdür. Evin içində bir dənə istilənmə gəlib mənə, Allah axırımı xeyir eləsin. Mənim siqanlarım yatdı. Mən də paltarlarım. Allah, bu uşaq məni dəli edir də qızlar, papaqla yatıb. Paltarlarım bitməyən gözlərəm, uşaqların prostinalarını atmışam, onları sərib yatacam.